Salam hörmətli izləyicilər, əziz kimya sevərlər. Sizinlə növbəti kimya FM sınavı izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualda deyir ki, hansı molekul 2 fərqli element və 3 atomdan, deməli 2 dənə fərqli işarə olmalıdır, 3 dənə də kürəcik olmalıdır. Bu da D variantına uyğun gəlir. Meşə yanğınları, canlıların tənəffüsü, təbii qazın yanması, atmosferdə olan hansı qazın miqdarı artır. Yadınıza saxlayın ki, bu zaman hər zaman yanma, tənəffüs prosesində oksigen sərf olunur, karbon qazı xaric olunur. Ona görə də karbon qazının miqdarı artır. Deyir, yuxarıda verilən çevrimi A və B-ni özündən deməli bu özünə 5 olub. Deməli A minus 2 bərabərdir 5'ə. Buradan da A bərabər olacaq neçəyə? Müsbət 7'yə. A müsbət 7. Y mənfi 1 üstə gəlinsin 3 bərabərdir B'yə. Onda da B burada mənfi 1 idi. Mənfi 1 üstə gəlsin B'yə. B'miz də bərabər olacaq müsbət 2'yə. Bu da D variantına uyğun gəlir. Dördüncü sualımızda soruşur ki, X və Y elementi zərrəciklər eyni şəraitdə kimyəvi xassələri eyni, fiziki xassələri fərqlidir. Buna sizin X və Y üçün hansı ifadələr doğrudur? Bura baxan kimi biz ilk öncə görürük ki, bilirik ki, bu söhbət izotoplardan gedir. İzotoplarda protonların sayı, eyni zamanda da elektronların sayı eyni olur, ancaq neytron sayı fərqli olur. Ona görə dördüncü sualımızın cevabı C variantıdır. X elementi atomun üçün aşağıdakı məlumat verilmişdir. Natrium elementi izotondur. İzotondur, yəni bunun neytronlarının sayı eynidir. Yəni neytronun sayı 12'dir. Yəni neytronun sayı burada 12'yə bərabərdir. Üstünə gəlirik. Deyir ki, elementi atom izotopdur. Protonun sayı eynidir. Yəni 12'nin üstünə 12 gəlsək 24 olacaq. Kütlədə də bilirsiniz ki, bərabərdir. Proton üstə gəlsə neytrona. Deməli, yuxarıda proton, neytron və elektron sayıları verilmişdir. X, Y, Z atomları üçün deməli, burada baxaraq bu protium, bu deuterium, bu da tritiumdur. Bizə doğru olanları soruşur. Protium, deuterium, tritiumdur. Bəli, birinci sualımız cavab doğrudur. Sonra deyir, izotop atomlardır. Bu da doğrudur. Oksigenlə əmələ gətirib birləşmə formulu fərqlidir. Yanlışdır. Ona görə cevabımız olacaq C variantı. Amonyak birləşməsi ortaq iki elementi malik birləşməni müəyyən edin. Söhbət naşatır spirtidən deyilir. Naşatır spirti amonyakla NH4OH-dır. Amonyakla suyun birləşməsindən ibarətdir. Sonra bizdə deməli xörək duzu, lövhədə adlar verilmiş birləşmələrin tərkibində kalsium elementi var. Sönmüş əhəngdə kalsium elementi var. Sonra əhəng daşında kalsium elementi var. Sönməmiş əhəngdə kalsium elementi var. Bir də mərmərdə kalsium elementi vardır. 1, 2, 3, 4 dənə elementdə. Deməli burada siz bilirsiniz ki, xörək duzu nədir? Natrium xlordur. Sönmüş əhəng kalsium hidroksiddir. Sönməmiş əhəng kalsium oksiddir. Sonra nə dedik? Bir də mərmərin tərkibində dedik ki, mərmərin tərkibi də kalsium karbonatdan ibarətdir. Əhəng daşının tərkibi də kalsium karbonatdır. Ona görə 1, 4 dənəsinin tərkibində vardır. Sonra Pn və E elektronların sayı neytral atom üçün neytral X atomunun proton, neytron və elektronların sayı zamanla asılılığı qrafiki verilmişdir. Buna əsasən X atomu üçün deməli deyir ki, X atomu üçün birindən elektron alır. Bu yanlışdır. Bir elektron alır, yanlışdır. Katyona çevrilir. Məsələn, proton katyona çevrilir. Bəli. Bu doğrudur. Katyona çevrilir.
Doğrudur, çünki neytron azalması radioaktiv çevrilməyə işarə edə bilər. Buna görə bu doğrudur. Yəni bizə səhv olanları soruşur. Bu da bir budur. Sonra kütləsi ədədi 39-dur. Proton kütlə ədədi 39-dur. Deməli, kütlə ədədi 20. Proton, neytron, elektronların sayı. Bu da yanlışdır. Bu da yəni sualımız üçün doğrudur. Ona görə də cavabımız olacaq D variantı. Mənfi yüklü hissəcik müsbət yüklü kürə içərisində bərabər paylanmışdır. Bu Thomsonun modelidir. Kişmişli bulku modelidir. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.